Mikrofon gətirdim. Sabahınız xeyir olsun. Mənim dəyərli dostlarım, dəyərli qardaşlarım. İyi ki, necəsən? Hər şey yaxşıdırmı? Natiq, buyur. Sabah xeyir Müşahibəs. Günaydın Azərbaycan verilişən. Bizdən həmişə salamlayıram. Sabahlar xeyir olsun. Xalqımız sabah xeyir olsun. Müşahibə gördüyünüz kimi bu günlərim Seymur Usta ilə yenə gəlmişik. Mətbəximizdəyik. Əli dolu gəlmişik. Özü də əli dolu necə gəlmişsiniz ha? Deyəsən bugün kabab olacaq. Döymə kababı ilə, qara quzun antikotu ilə. Və Qarabağ aşı ilə. Hə, Qarabağ aşı da olacaq. Burada artıq qazanlar suda qaynayır. Suyun hazırlanır. Ay Seymur, sabahın xeyir olsun. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Necədir vəziyyət? Çox gözəldir. Əla! Günaydın Azərbaycan verilişində biz özümüzü çox doğma hiss edirik. Bütün xalqımızı salamlayıram. Bizi izləyən tamaşaçıların hamısı var olsun. Sizə də çoxlu salamlar göndərirəm. Əleyküm salam. Günaydın Azərbaycan verilişinin bütün kollektivinə minnətdarlığımı bildirirəm. Biz üçün doğma bir yerdir. Əlbəttə ki, doğma bir məkandayıq, Günaydın Gözəl Azərbaycandayıq, yeməklər. əziz doğma ARB televiziyamızda və sənin xüsusi hazırladığın nədir? Xüsusi hazırladığım, mən kabablar hazırlayacağım. Kabablar. Bəli. Bizim xüsusi kabablarımız çoxdur, amma bu günlərim Bu özəl olaraq hazırlayacaqsınız. Soyuq qəlyanaltılar da var, Beyləqan Aləvi tərəvəzlər də restoranına var. aid olan mətbəximizdən, gözəl təyamlardan və kabablardan Bəli, təqdim edəcəksiniz. Günaydın Azərbaycan tamaşaçıları da izləyəcəklər, həm də əlaqə saxlayacaqlar sizlərlə ki... Bəli, 070 221 1013 nömrəsinə zəng edin, rezerv edin. Yolunuzu gözləyirik, gözəl təyamlar yemək istəyənlər Beyləqan Aləvi restorana buyursunlar. Ünvan haradır? Buyursunlar, gəlsinlər, yollarını gözləyirik. Ünvan, Nefsəli metro stansiyasından üzü Bakımov qəsəbəsinə düşəndə yolun sağ tərəfinə yerləşir Beyləqan Aləvi restoranı. Buyursunlar, gəlsinlər xidmətlərindəyik. Bizdən də samovar çayları, mürəbbələr, hədiyyə olaraq, həm də meyvəsi də mövsümə uyğun olaraq hədiyyə olunur. 070 221 1013 nömrəsi ilə əlaqə saxlayın. Bakımov qəsəbəsində yerləşən Beyləqan Aləvi restoranının bütün kollektivinə salamlar. Akif əmiyə də xüsusi olaraq salamlar olsun və bu günləri həm sizlə, həm də dəyərli musiqiçilərimiz əyləşiblər. Mən səhnəyə bax buradan o panoramı görəndə, o mənzərəni görəndə bilirəm ki, gözəl müşahiət olacaq. Mənim dəyərli dostlarımın hər biri xoş gəl. Ay Elli, xoş gəlmisən. Səvalar gətirmisən, sən mənim üçün əzizsən. Ümumiyyətlə, hər biriniz ayrı-ayrılıqda mənim üçün əzizdir. Çünki mən musiqiyə yaxın adamam. Musiqiyə yaxın adam olduğum üçün bilirəm ki, kim nəyə qadirdir. Yaxşıya yaxşı demək üçün yaxşısız deməyə gəlmişik ki, siz də bu günləri gözəl müşahiyyətlə və dəyərli qonaqlarımızla bərabər. Şəfayət hər şey yaxşıdır, gözəldir. Mən kollektivimizə təşəkkürümü bildirirəm ki, böyük bir komanda var və bu komandanın sayəsində görünən tərəf mənəm və eləcə də sizlər də mənlə bərabər. İndi aparıcı olmasanız da artıq o danışıqdan hiss edirəm. Bax, gələr, vədə yetişər. Hə, məni kənarlaşdı. Yox, elə şey ola bilməz. Mən sizin kimi yemək pişirə bilmərəm. Amma belə deyək, pişirdiyiniz yeməklərdən dadmışam da. Sizdən yoxdur sizdə. Bugün